Salam hörmətli izləyicilər. Bu günlər sizlə çox adamın sual verdiyi sadə damın yığılmasını, yəni sadə paket deyirlər, konvert deyirlər, 4 tərəfli dam deyirlər. Həmin damın yığılmasını göstərəcəm. İlk öncə sizlərdən xahişim, kanalımıza abunə olun, videolarımızı bəyənməyi, like eləməyi unutmayın. Deməli, sadə paket damın yığılmasında birinci növbədə başlayırıq evin kənarlarından marulatı atmağa. Marulat hara düşməlidir? Marulat evin divarı ilə olan düz hissəyə düşməlidir. Yəni marulatın çöl hissəsi evin betonu ilə və ya kubiki ilə, axırıncı daşla eyni istiqamətdə olmalıdır, düzünə. Marulatı yerə bərkitdik. Bizdə hal-hazırda kubik olduğuna görə kubika ankerini bolt vuranda oynayır. Betonun üstündən tək daşdı deyə. Tək daş olduğuna görə biz ona anker vursaq, onun altındakı palçıq çatlayacaq və orada bərkişmə söhbəti olacaq. Yəni, burada nə etməliyik? Bu vəziyyətdə olan damlarda ancaq məftillə çəkib marulatı betona bağlamaq lazımdır. Bizim betonun altından, alt hissəsində məftil keçirdib, rimen kimi opşu atmanı bağlayacaq inşallah. Deməli, bizim evin uzunluğu 12 metrdir, eni 9,87-dir səhv eləmirəmsə. Biz onu hal-hazırda bölmüşük. Sadə primitiv evlərdən götürəm, 10-un 12-yə deyək ki. 12 metr uzunluğa dəymirik. Evin eni nədirsə, evin eni 10 metrdirsə, bunu bölürük 2 hissəyə. Gəlir düşür 5 metr. 5 metrənin mərkəzində enini xətləyirik. Yenə keçirik həmin baş hissədən. Enini 5 metrəyə çəkib xətləyirik və ortasından baxır taxtanın qalınlığına. 10-luq taxtadırsa 5 sm sağa çəkirik. 15-li taxtadırsa 7 sm yarım sağa çəkirik. Və eyni istiqamətdə bir dənə ip vururuq. İpi vurma səbəbimiz nədir? Ola bilər ki, yığılan çorlu-polda əyriliklər olsun. Baxın, görürsünüz. İplə taxtanın arasında yarım santim məsafə var. Digər tərəfdə isə məsafə hardasa pritik. Ona görə biz nə edəcəyik? Sağ hissənin beltirini, digər hissənin beltirindən yarım santim hündür qoyacaq. Deməli, evin eni 5 metrdirsə, ortanı xətlədiyimiz yerdən 5 metr çəkəcəyik içəriyə. 5 metr buradan, 5 metr oradan. Elə ustalar var ki, evi bölür 3 hissəyə. Məsəl üçün 10 metrdirsə, 350-dən qoyurlar. 350 çəkirlər. Stoykanın birini buradan qoyurlar, 350 çəkirlər, oradan qoyurlar. O, elə qoyulan zaman nə olur? Bunun açıqlaması verim sizə. Çox adamlar zəng verir məndən soruşur ki, mənim ustam damı yığıb, damın bir hissəsi diş görsənir, damın bir hissəsi alçaq görsənir. 3 hissəyə böldükdə bucaqlarda pozulma olur. Söhbət nədir? Buradan bura gələn məsafə 3 metr yarım olur, buradan ora gedən məsafə 5 metr olur. Həmin 5 metr məsafədə olacaq dərəcə, məsəl üçün 27 dərəcə ilə qoyacaqsa, 28 dərəcə ilə qoyacaqsa inşallah, bu tərəfdə olacaq 35 dərəcə, 3 yarımına qoyacaq. Hər tərəfə bucaqların eğilib paylanması üçün biz birinci burada kvadratı almalıyıq. Kvadratı necə alacaq? Yenə də deyirəm, eni nə qədərdirsə, evin 12 hissəyə bölürük, sonra mərkəzə çəkirik. Mərkəzdən də yenə həmin hissəyə beltirin gedən bucağı, yəni oradan bura 90-da gəlirsə, buradan ora 90-da getməlidir bu. Ortadakı bucağımız olacaq 45 dərəcə. Burada söhbət nədir? Yanlara çıxıntılar olduqda, əgər bucaqlar küncdə 45 dərəcədə 90-ı kəsmirlərsə, həmin atmanın ayaqları avtomatik olaraq sağa çıxacaq. Yəni, burada biz mərkəzin qaydasını pozduq. Onu sizə
Bak, pis onu götürürəm. Baxın, deyək ki, yaxınlaşsın orada. Deyək ki, bizim bu taxtamız 45 dərəcədədir. Biz bunu 3 metre yarıma çəksək, yəni öz qanuni yerindən tərpətsək, taxtanın ucu avtomatik olaraq ikinci ucu çəkiləcək sağa. Çünki biz bunu yığdıq. Yığılanda vəziyyət nədir? Baxın, buradan bura gələn 20 sm məsafədə, buradan bura gələn 20 sm məsafədə fərqlər olur. Və yaxud 50 sm, 70 sm, 40 sm, kimin nə qədər çıxardı. Burada problem yaranacaq. Bu hissədən gələn atma ilə, yəni alt reykası deyirik biz, havalçanın altının reykasıdır. Bu hissədən gələn reyka 20 sm-da eyni nöqtədə kəsişməyəcək. Amma 45 olsa eyni nöqtədə kəsişəcək. Deməli, bu variantı nə vaxt edə bilərsiniz? O zaman ki, Çornopolun millərini qırağa çıxartmaq şərtilə. Onda da necə olur? Çornopolun qıraqlarını çıxardıb, krişanı həmin Çornopolun üstünə yığanda, bugünkü zamanında hamı evinin damını alçıpan edir. Güc düşür millərin ucuna. Hansı ustada desə ki, mən krişanı yığıram, onda deformasiya söhbəti yoxdur, yalan danışır. Yəni, Azərbaycanda, Bakıda və ya xaricdə təbiət ünsürü bizim yığdığımız krişaya çox təsir edir. Söhbət nədən gedir? Külək əsir. Küləkəsiləndə taxtadır bu. Taxtaya külək sıxıldıqca istər-istəməz bunda deformasiya olur. Bu qədər də olmasa, cüzi də olsa 1 sm, yarım sm bizim krişanı külək sıxsa, yarım sm hər külək əsəndə o alçıpanı tərpətsə, həmin hissədə bizə çatlar əmələ gəldi. Bu da bu günləri Azərbaycanda 90% evlərdə var ki, patologda çatlar əmələ gəlir. Bu çatı yığışdırmağın da qaydası budur. Nalı atırıq daşın üstünə, yükü salırıq daşın üstünə. Burada əsas sıxılma atmanın ayaqlarında getdiyinə görə bizdə problem yaranmayacaq, inşallah ki. Stoykaları da verəcək evin divarlarının üstünə, ara kəsmələrin üstünə. Videonun zəhmət olması saxla, davamlı çəkəlim. Baxın, bizim hissə orta stoykada biri bura düşəcək. Bizim o yandan çəkdiyimiz məsafə, deyək ki, onun 12-yə damdır, 5 metrəmiz gəldi, bura düşdü. Çalışın bunu 90 dərəcə ilə xətləyin. Çətin bir iş deyil. Səbəb nədir orada? Beltrinin stoykası düz olsun. Stoykamızın biri də, bax, bura düşəcək. Ölçdüyü məsafəmizi 90 dərəcə ilə xətlədik. Həmin yerlərdən, bir buradan, bir də bu hissədən. Stoykamız qalxacaq. Damın yığılması üçün əsas skeletlərdən biridir. Birinci növbədə iş başlayarkən, dama başlayarkən bunu etmək lazım. Marulat vurulur. Birinci hissə, ikinci hissə orta tapılır. Ortanın marulatı vurulur. İndi başlayırıq hündürlüyümüzü tapmağa. Hündürlüyü necə tapırıq? Zəhmət olmasa yaxınlaş buranı sizə göstərim. Deyək ki, evin eni 10 metrdir. Uzunu 12 metrdir. Bunu böldük 2 hissəyə 5 metrəyə. Buradan da eyni hissədir. Buradan da. Bu da mərkəzdən. Birinci xətti buradan atdıq. O bizim atdığımız ipin yeridir. Buradan bura 5 metrəni çəkdik. Buradan bura 5 metrəni çəkdik. Yerdə qaldı 2 metrə. Götürürük. Bir stoykamız birinci buradan atılmalıdır, biri də buradan. Bunlar bizim əsas damın yığılması üçün qabırğa rolunu oynayır. Yəni necə? Qabırğa yox, elə bil ki, evin onurğa sütunlarıdır. Deməli, 10 metrəni 25-30 dərəcə arası yığılan damlar bu günləri Azərbaycanda bəyənilir. Ondan da hündürlüyünü yığmaq olar. Sadəcə ondan hündürlüyünü yığan
adamlar retki olur. Onda da yani həmin üstündə, damın üstündə durub işləmək biraz çətinlik yaradır. Sürüşmə ehtimalı çoxdur və et çox dişdir. Zəhmət olmasa o yaxınlaş. 10 metrəni uzun hündürlüyünü tapmaq üçün nə edirik? Onu vururuq. Mən sizə bunu dərəcə yolu ilə göstərmirəm. Dərəcə yolu ilə biraz çətindir. Gerək kalkulyatordan istifadə olunur. Onu vururuq 0.27-yə. Bu hardasa gəlib çıxacaq 28 dərəcəyə. 10 0.27-yə vurulanda bunu eləyə bilərsiniz 0.25, 26, 28, 29, 30-a qədər. Dərəcə ilə bunun arasında hardasa bir 3 santı fərq edir. 2 santı, 3 santı fərq edir. 0.27-yə vuranda bu da eləyir bizim evin hündürlüyü olur 2.70. Deməli, buradan qalxan stoyka ilə buradan qalxan stoykanın hündürlüyü oldu 2.70. İndi nə edirik? Evin bel hissəsi. Buradakı məsafə nədirsə 2 metrəlik taxta kəsirik, qaldırırıq, vururuq bura. İndi inşallah ki onu davamlı çəkib iş gedə göstərəcəm sizə. Evimizin hündürlüyü oldu 27 santımla 2.70.